Salam əziz izləyicilər. İndi fanın təmiri haqqında danışaq bir qədər. Fanda bir çox hallarda bax görürsüz, sarğı yanır və sarğını dəyişmək lazım gəlir. Bax belə bir hissə var. Bax bu sarğının üstündən bağlanır və o bağlanandan sonra bu işlək hala gəlir. Əks halda bu oynayır belə. Əks halda oynayır. Yəni o vint bağlanmalıdır. Bax bunu buraya aldırmışam. Bax bu uzun vintlərlə bağlanır. Onu açıb sarğını çıxardırsınız və dəyişdirirsiniz. Sarğı budur. Bunun qara maqnitlikdir. Ortadan bölünə biləndir. Açılır. Ortadan çəkib ayırırsınız bir-birindən və o dolaq oradan çıxır. Dolağı ya sarmaq olar, ya da belə bir hazır sarğını alıb ya tapıb gətirib dəyişdirmək olar. Bax bu sarğısı yanmış fanın təmiri demək olacaq. Başqa cür də xarab ola bilir. Bir çox hallarda bax bunu görürsünüz bu ortadakını. Bəzən bacanı təmizləmək adına vurub bunu zədələyirlər. O səbəbdən də presostat düzgün işləmir və kombi işləmir. Başqa ola bilir ki, bax buradan şlanklar çıxır. Presostata gedən şlankların yeri. Onun yeri səhv düşəndə də işləməyə bilir. Yaxud o şlank dişiləndə, qırılanda yenə işləməyə bilir. Başqa bir elə tez-tez rast gəlinən zədəsi olmur. Sağ olun, sağlıqla qalın.